Cəfər səndən davam edək. UFC-də, ümumiyyətlə MMA-nin özündə parteri güclü olan döyüşçülər bir qədər daha çox irəliyə gedə bilirlər və nəzərə alaq ki, elə UFC-nin 8 çəki kateqoriyasının 4-ündə demək olar əksəriyyətində güləş yönümlü idmançılar daha çox irəli çıxırlar və Dağıstan məktəbi deyirlər. Həbib Nurmagomedov elə hal-hazırda P4P-də birinci yerdə olan İslam Maxaçev çox güclü güləş bacarığı ilə tanıyırıq onu. Necə fikirləşirsən? Yəni bizim idmançılar öz güləş tərəflərin maksimum inkişaf elətdirməlidirlərmi? UFC-də irəli getmək üçün. Belə demək istəyirəm mən. Bizim millət döyüşçən millətdir. Rafael haqqında demək istəyirəm ki, yəni Rafael biraz döyüş taktikasını deyim, dəyişsə daha yaxşı olar. Yəni siz demişkən o güləşi daha da artırmalıdır ki, bilirlər ki, Rafael stoyka vuruşur. Amma onun döyüş stilini tutub, bilib. Döyüş stilini sadəcə olaraq dəyişməlidir ki, güləş öz sözünü deyir. Yəni götürək Xabibdən bütün döyüşlərini güləşin hesabına aparır. Yəni və yeri gəlmişkən